Salam, hər vaxt xeyir. 9-cu siniflərin burax imtahanında düşmüş sualların üzərinə baxırıq. Bugün 13 aprel 2025-ci il. Bir düzbanın uzunluğunu 40%, eni isə 20% azaltığı sağa necə dəyişər? Deyək ki, bura A-dır, bura B-dir. Sağa nədir? Sağa A vur B-dir. Demək, sağa nədir burada? Düzbanın sahası en vur uzunluqdur. Yəni, sahası A vur B olur. Sadəlik üçün tərəfləri 10 götürürəm. İstər 10 olsun, sağa nə olur? 100 olur. Əgər uzunluğunu 40% azaltsaq, uzunluq qalacaq 60%. Onun 60% neçədir? 6-dır. Eni 20% azaltsaq 80% qalacaq. Yəni 8 qalacaq, sağ olacaq 48. Əvvəl 100 indi oldu 48. Yəni 52% var. Kubun həcmi V bərabərdir. A kubdur. Əgər tilini A-nı 2 dəfə azalsın, həcmi neçə dəfə azalar? Həcmi 8 dəfə azalar. CO perpendikular isə burada 90-dır. CO demək OB perpendikulardır. AB perpendikulardır doğrusu. DOC 25'tir. AOD'ni tapın. Bu 90'dırsa bu taraf 90. Bu yüzde 90 olmalıdır. 90'dan çıxarı 25'i. 90'dan çıxarı 25'i. Bu da neçə eləyir? 65. Bunlar üçün vuruq, orta vuruq nədir? Bunlar üçün M-i çıxarsı qalır, M çıxılsın N. Və buradan da müsbət 5'i çıxarsı, burada nə qalır? M çıxılsın, N qalır. Və əgər M çıxanı da vuruq kimi müəssisə xaricində çıxarsa, qalacaq M plus 5. Məxrəcdə 25 nəyin kvadratı? 5'in kvadratıdır. Kvadrat fərqində bir dəfə onları çıxırıq, bir dəfə toplayırıq, qalır 5 çıxılsın. M vurulsun 5 plus M. Bunlar gedir. Demək cavab olur M minus M bölünsün 5 çıxın. Sırada bir xətti tənlikdir. Həlləmək üçün x çıx 2'ni tapıram. 6 bölü 3 2. X de olur 4. Tənlər sisteminin x'i tapın. 6'da toplayanda y-lər islah olunur. Qalır 3x bərabərdir 6. Burada yazılıb, doğru yazılıb. X də bərabərdir 2. Qrafik üzərində isə demək yerinə qoyunda ödəməlidir. Yerinə qoyunda ödəməlidirsə burada mənfi 0 yazılıb, amma mənfi 0 ödəmir. Çünki mənfi 3 qoyanda bu 12 eləyir. Bax, yanlış ödəyir. Demək 6 0 ödəyərmi? 6 0 ödəmir. Mənfi 12 üstə 6 bu ödəmir. 4 9 4 qoyanda mənfi 8 üstə bu mənfi 2 edir. Ödəmir, bu da ödəmir. Mənfi 5. Bu da cavab. Çünki mənfi 2'ni vuranda mənfi 5'ə, yəni x-in yerine qoyuruq da bu mənfi 5'i. Üstə 6 yanında neçə edir? 16 edir həqiqətən. Tam bölmə var. Kök 36'dır. Qarşı sadələndə bu 1'dir. Cavab neçə olacaq? 37 olacaq. 65. Çarpaz vursak 15x bərabərdir 105'dir. X də bərabərdir 7. İlk 10 natural ədəddən tədavüz edilmiş birinin sadə olması. Ümumi alan sayı 10'dur. Sadələr hansılardır? 2. Sadələr 2, 3, 5, 7, 4'ü sadədir. 10'da 4 və yaxud neçə? 5'də 2. Demək, mərkəzi o nöqtəsi olan çevrədə ABO bucağı neçədir? 22'dir. ACO 28'dir. Bizdən soruşur BAC-ni tapın. Yəni buranı tapın, X-i tapın. Burada elə bunların cəmi olacaq da 22 üstə 28 neçə olacaq? 50 olacaq. Səbəb nədir? Çünki biz bu xətti birləşdirsək. Bu radiusdur, bu da radiusdur, burada radiusdur. Burada da bərabər yanlı 3 alınır. Onda bura 22 düşsə, bu da olacaq 22. Burada da bərabər yanlı 3 var. Bu 28, bu da 28. Onda bu da olacaq 22 ilə 28'in cəmi 50. Tərəfi 12 olan kvadratın perimetrini tapan 48'dir, yəni 4 adı. X-lar gedir. Görmə olmur nə yazılır burada. Deyək ki, burada 56 ilə bu gedir, doğru.
56 ilə bununla bu gedir. Neçə? Bir dəfə, 4 dəfə. Qalır 4 vurulsun, -15'dir. Bəs bu məxrəcdə nədir? Bu 20 çıx 50, -30. -30'un üstündə necə var? -30'un üstündə burada nəsə var deyirsən. Yoxdur, bəlkə də heç nə. -30 olsun onda. Bəlkə burada heç nə yoxdur. -30 onda beləsə x-lar gedir bir dəfə. 2 dəfə cavabı qalır 2. X plus y ortaq qrup kimi müməssilə xaricdən çıxarsa nə qalacaq? C çıx D qalacaq. X plus y vurur C çıx D. A ilə B-nin kəsməsini birinci tapırıq. A ilə B-nin kəsməsi nədir? Həm A-da həm B-də olanlar deməkdir. A ilə B-nin kəsməsi nədir? Həm A-da həm B-də olanlar hansılardır? 1-dir. Sonra 2-dir. Sonra 5'dir. Bundan C-ni çıxay. Yəni bundan C-ni çıxay. Yəni 0, 1, 3, 6. Bunu çıxmada belə ki, burada olsun, burada olmasın. Yəni burada nələr gələcək? 1'i çıxardacaq, bir dənə buradan 2 ilə 5 qalacaq. Bu nə deməkdir? 10A plus B 15'də A bərabərdir 88 vurulsun, A çıxılsın B. 11 dənə A plus B 88 vurulsun, A çıxılsın B. Bir dəfə, 8 dəfə. Demək ki, A plus B 8 açıq, 8B. Buradan 9B olur, 7A. Demək ki, burada A 7, A 9'dur, B 7'dir. A 9'dur, B də 7'dir. Demək, ədədini tapın, AB ədədi olacaq necə? 97. Qarşı təpələrindən biri koordinat başlanğıcında. Biri buradadır. Digəri isə 8-8 nöqtəsində. 8-8 nöqtəsi də buradadır. 8-8 nöqtəsində olan kvadratın sahəsini tap. Demək, kvadrat belədir. Bunda 8-8 demək tərəf 8'dir. Onda belə çıxır. Məsələdir, belə -8 koordinat olsa da məsələ 8'dir. Sahəsi nədir? A kvadrat, yəni 8'in kvadratı 64. 2'nin qursu mötərizə nə qalacaq? Qalacaq 2,85'in kvadratı plus 7,15'in kvadratı plus 2 vur 2,85 vur 7,15. Burada müxtəsərə görə 2,85 plus 7,15'in nədir? Kvadratıdır. Və bunları toplayanda 10 eləyir. Onun da kvadratı 100. Cavab 100'dür. X de aslı 6'dır. Y z 18'dir. Cəminin naturallərdir bunlar. Cəmin əksi qiymətini tapın. Y hər ikisində varsa, Y ortaqdır. Y necə götürə bilərik? Y 6 və 18'in bölündüyü ədəd olaraq. Y demək, bu cəmin ən kiçik olması lazımdır. Y necə götürə bilərik? 1 də götürə bilərik. Sonra Y 1 götürsük. X olur neçə? X olur 6. Y z olur neçə? 18. Bu versin. Sonra Y-də əgər 2 götürsük, Y-də 2 götürsük, X olur neçə? 3. X olur 3. Z olur neçə? Z olur 9. Bu da bir versin. Y-də 3 götürsük, X olur 2. Z olur 6. Bu da bir versiya. Və son versiya Y-də əgər 6 götürsük, X 1 olur. Z-də neçə olur? Z-də 3 olur. Bizə nəyi soruşur? Deyir ki, cəmin əksi qiymətini tapın. Burada bulanın cəmi neçə eləyir? 25 eləyir. Burada bulanın cəmi 10 eləyir. Burada 11 olur. Burada isə çox olur. Burada da 10 neçə olur? 14 olur. Demək, ən azı neçə ola bilər bulanın cəmi? 10 ola bilər. Demək, Y-də 6 olanda, yəni ən böyük ortaq bölən əbab götürsük, yəni Y-də 6 götürsük, düz gəlir. Cavab olur. Demək, əksi qiyməti 10'dur. 76. Bərabər tərbi üst sağdır. Sahəsi bərabər tərəfli ABC üstünün sahəsində 16 böyükdür. ABC'nin sahəsində 16 böyükdür. ABC'nin perimetri 9'dur. Bunun perimetrindir tabii yəni ki. Sağların nisbəti perimetrin nisbəti nəyidir? Kvadratıdır. Sağların nisbəti perimetrin nisbəti nəyidir? Kvadrat. Sahəsi əgər 16 dəfə böyükdürsə, onda perimetri neçə böyükdür? 4 dəfə böyükdür.
9 sonunda 9 4'ün 3 olacak 36. Bunun perimetri sağ olacak 36. 77. Bulan cəmi, bunlar gedir, qalır neçə 10. Hasil isə müxtəsərdir. Müxtəsər məsələdə A minus B ableşli olur nə? 5'in kvadratı 25 çıxılsın, 2 öhdə 6'ın kvadratı 4 6'ın 24. Cavab olacaq 10'da 1 və yaxud 0'da 1. Hə, bunlar ətraflı yazılar deyən ki, 2 eşikdə deyir, birlikdə 50 kiloqram qənd var. 2 eşikdə birlikdə 50 kiloqram qənd var. Bu yüzden yazayım. 2 eşikdir, birində x olsun, birində olsun 50 minus x olsun. Hər gün birinci eşikdən 3 kiloqram, ikinci eşikdən isə 2 kiloqram qənd götürülür. 6 gündən sonra birinci eşikdən hər gün 3 kiloqram götürülürsə, hər gün, ikincidən də 2 kiloqram hər gün götürülür. 6 günə nə qədər götürüləcək? 3 vur 6, yəni neçə? 18. Nə qalacaq? X minus 18. İkincidən isə 50 çıx x-dən hər gün 2 götürülürsə, 6 günə 12 götürüləcək. Sonra bərabər olacaq bunlar. Bəli. Onda belə bir tənə alındı. 2x bərabərdir 50 çıx 12, 38 üstə 18. X də bərabərdir 19 üstə neçə? 19 üstə 9, yəni 28. Bizə nəyi soruşurdu? Soruşurdu ki, əvvəlcə birinci eşikdə neçə kiloqram qənd vardı? Cavab neçə olacaq? 28 olacaq. Sonra 79. Sadəcə şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Demək birini 12 qəpiyə alır. Neçə satır? 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. 5 şar partlamışdır. O bütün şarların algı satışını 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Ən azı neçə şar alıb satmışdır. Deyək ki, x tane şar alıb, x. Cəmi nədir pul verib? 12 vur x. Alıb bu qiyməti alıb. Amma satanda 5'i partlayıbsa, 5'in dayı çıxacam da oradan. 15 qəpikdən satıb. 15 qəpikdən satıb. Demək, onda 15 vurulsun x minus 5. Çünki x minus 5 dənə satıb. Biraz satış. Yəni, satışdan əldə etdiyi pul. Bu qiyməti alıb, bu qiymətə satıb. 6 manatdan çox. Demək, bunların fərqi, yəni 15 vur x minus 5 çıxılsın 12x. 6 manatdan çox. Düzdür? Mən qəpiyini yazmışamsa, bunu da qəpiyə çevirdim. 600 qəpikdən çox. 15x çıx 12x, 3x böyükdür 675'dən, x də böyükdür 225'dən. Burada ən azı neçə şar alıb, satıb 226 şar. 80. Cüzbəli sıradır kadirlərin biri digərindən 2 cm böyükdür, bir 2 cm kiçikdir. Bunda bu olsun x tutaq ki. Digərindən digər kadetdən 2 cm böyükdür bu x. Onda burada x çıxır 2. Bir 2 cm kiçikdir, burada x plus 2. Əslində izahlı sualda izahını yazmalıyam. Fiquruna yazarıq ki, x-in kvadrati üstə x minus 2'nin kvadratı bərabərdir 100 plus 2'nin kvadratı. Seçmə üsuluyla 6-8 olduğu görünür əslində. Seçmə üsuluyla ama tam bal verilməz ama. Burada nə qalacaq? X-in kvadratı plus x-in kvadratı çıx 4x plus 4 bərabərdir x-in kvadratı plus 4x plus 4. Nələr gedir? X kvadratlar gedir. Sonra bu 4'lər də deyəcən gedir, hə? Gedir. Nə qalır? Qalır x-in kvadratı çıx 8x bərabər 0, x-i çıxarsa qalır x minus 8 bərabər 0. Tərs ola bilməz, x demək 8'dir. X yenə 8 qoyanda, burada həqiqətən də həmin üstü yəni 8, x 8 ise burada olur 6, burada olur 10. Demək, bir onu tapın, cavab 10. 81. 81. Demək, qövsün uzun, BC qövsünün uzunluğunu verib. Bu çevrənin yarısıdır, yəni 2 piyerin yarısı, yəni piyerdir. Piyeri bizə verib, neçə pi? 4 pi. Radyo tapırıq, neçə 4. Orada 4'dür, burada 4'dür. Onu da verib 6.
Bunun sırasını taban. Burada üsyan sırasını tapacağız. 2'də 1 AH yani 8 vur 6. Göğsüne gələcək bu dairenin yarısı. Yəni yarım daire. Perikvatın yarısı. Pi vur 16 böl 2. Bu da getdi. Bu ixtisar 4 dəfə 24 üstə neçə pi? 24 üstə 8 pi. 81. Belə bitti mi desin? Bəli, bu qədər. Sağ olun.